Əgər ürək çatışmazlığı diaqnozu qoyulubsa, pəhriz necə olmalıdır? Bu sualları çox tez-tez eşidirik, həkim olaraq, kardioloq olaraq və əlbəttə ki, çox mühüm bir sualdır. Pasientlərimizə çalışırıq daim daha detallı məlumat verək və bu videoda da mən çalışacağam ürək çatışmazlığı diaqnozu qoyulmuş pasientlərin qidalanmasında nəyə xüsusilə diqqət yetirilməlidir, o haqqda danışım. Ümumiyyətlə, ürək çatışmazlığı nədir? Ürək çatışmazlığı ürəyin yığılma qabiliyyətinin zəifləməsi, pisləşməsidir. Müxtəlif səbəblərdən baş verə bilər. Bu, ürəyin əzələsinin zəifləməsidir, infeksiyalardan sonra, infarkt keçirmiş şəxslərdə ürək əzələsinin zədələnməsi nəticəsində baş verə bilir bu zəifləmə və yaxud tərsinə yüksək qan təzyiqi uzun müddət olan insanlarda da ürəyin əzələsinin fəaliyyəti pozulmuş olur. Və bu səbəblərdən, o cümlədən genetik xəstəliklər var, revmatik xəstəliklər var. O hallarda da ürəyin əzələsinin zədələnməsi baş verir və nəticə etibarilə ürək çatışmazlığı inkişaf edir. Bu o deməkdir ki, ürək vurma qabiliyyəti daha pisdir. Və digər videoların birində mən atım fraksiyası haqqında danışmışdım. Yəni, üreyin atım fraksiyası normalda 50-70%'dir. Bu o deməkdir ki, ürəyin mədəciyinə daxil olan qanın 50-70%'ı hər yığılmada aortaya atılır və oradan bütün bizim orqanlara və toxumalara paylanır və onların qidalanması bununla da təmin olunur. Amma ürək çatışmazlığı olan insanlarda ürəyin o yığılma qabiliyyəti zəiflədiyi üçün, aşağı düşdüyü üçün 50%'dan aşağı olur atım fraksiyası. 40 da ola bilər, 45 də, 30 da, 18%, 10% olan pasientlərimiz də var. Təəssüf ki, əlbəttə ki, onların həm həyat keyfiyyəti çox aşağıdır, həm onların bəzilərində ürəyin transplantasiya tələb oluna bilir irəli vaxtlarda. Digər tərəfdən müxtəlif cihazların qoyulması tələb olunur və əlbəttə ki, ürək çatışmazlığının müalicəsi üçün kompleks multi dərmandan ibarət tibbi terapiya tələb olunacaqdır. Bu müalicələrlə yanaşı pəhriz bu xəstələr üçün çox vacibdir. Nə üçün? Çünki bu insanlarda biz çalışmalıyıq ki, qan damarlarının daxilində olan mayenin həcmi artmasın. Ona görə ürək çatışmazlığı olan insanlarda biz çox vaxtı sidik qovucular təyin edirik ki, artıq maye sidik yolları ilə xaric edilsin bədəndən. Çünki hər artmış maye miqdarı ürəyə gərginlik gətirir, ürəyin yüklənməsinə və daha pis işləməsinə səbəb olur. Bu səbəbdəndir ki, həkimlər ciddi pəhrizə fikir verirlər. Çünki insanın orqanizmində mayenin toplanmasına səbəb olan amillərdən biri də qəbul etdiyimiz qidalarda, pəhrizimizdə olan duzun miqdarıdır. Əgər biz duzu çox qəbul ediriksə, o duz bizim damarlarımızda mayenin saxlanmasına səbəb olur. Və mayenin miqdarı artdıqca biz ürəyimizin daha da gərginliklə, daha da yüklənmə ilə işləməsinə gətirib çıxarırıq. Və ürək çatışmazlığı artıq olan xəstələrdə bu daha da ağırlaşmaya səbəb olur. Buna görə də ürək çatışmazlığı diaqnozu qoyulmuş bütün pasientlərə ilk növbədə ürək üçün sağlam pəhrizə riayət etmək tövsiyə olunur. Və bu da aralıq dənizi pəhrizi və yaxud dəş pəhrizinə riayət etməkdir. Digər tərəfdən, ürək çatışmazlığı diaqnozu qoyulmuş şəxslərdə, eyni zamanda yüksək qan təzyiqi olan şəxslərdə belə, biz duzun miqdarının qida məhsullarında, qidanın qəbulunda duzun azaldılmasına ciddi şəkildə diqqət yetiririk. Və ürək çatışmazlığı olan şəxslərdə tövsiyə olunan gündəlik duzun istehlakı 2 qramdan aşağı olmalıdır. Yəni 2 qram da o deməkdir ki, çay qaşığından az. Əlbəttə ki, biz ortalama Azərbaycan vətəndaşının pəhrizini götürsək, təəssüflə qeyd etmək lazımdır ki, bir sıra Azərbaycanda son 10 ildə aparılmış təhlillər göstərir ki, vətəndaşımızın gündəlik duz istehlakı təxminən 10-15 qramdır. Yəni bu həddindən artıq çox böyük bir rəqəmdir və ona görə də ürək xəstəlikləri, ürək damar xəstəliyi olan insanlarda və ürək çatışmazlığı olan insanlarda bu cür pəhriz əlbəttə ki, daha da ağır vəziyyətlərə gətirib çıxara bilər. Beləliklə, ürək çatışmazlığı diaqnozu qoyulmuş xəstələrdə duzun qəbulu gündəlik olaraq 2 qramdan az olmalıdır. Hətta bir çox mütəxəssis tövsiyə edir ki, 1,5 qramdan aşağı olmalıdır. Yəni 1500 milliqramdan az istehlak olunmalıdır. Bunun bir çox yolları var. Buna necə nail olmaq olar? İlk növbədə əlbəttə ki,
Evdə yemək bişirilirsə, bu birincisi çox önəmlidir ki, məhz ev yeməklərindən istifadə olunsun. Kafe, restoranlarda qidalanma elə də çox tövsiyə olunmur. Çünki oradakı qidalarda duzun, yağın və s. miqdarı olduqca daha yüksəkdir. Amma evdə yemək bişirilirsə, şorba olsun və yaxud başqa xörəklər olsun, həmin yeməklərə əlavə olunmuş duzun miqdarı kəskin şəkildə azaldılmalı və ya ümumiyyətlə heç əlavə edilməməlidir. Çünki əgər tam qazan, şorba ya xörək bişirilirsə, duzsuz bişirilə bilir. Sonradan hər kəs özü üçün dadına uyğun olaraq normal miqdarda duz əlavə edə bilər. Lakin eyni zamanda həmin evdə masanın arxasında ürək çatışmazlığı olan şəxs artıq duz əlavə etməyəcəkdir öz boşqabındakı yeməyə və bununla da buna nəzarət eləmək olur. Digər tərəfdən ürək çatışmazlığı olan şəxslərə tövsiyə olunur ki, polofabrikat qidalardan, yəni yarım fabrikatlardan demək olar ki, istifadə eləməsin. Sonra kalbasa məhsullarından istifadə etməsinlər. Çünki onlarda həm trans yağlar daha çoxdur. O cümlədən tərkiblərində duzun miqdarı da olduqca qat-qat yüksəkdir. Bununla yanaşı heç kimə sir deyil ki, biz mağazalardan hazır qida məhsulları alırıq, paketlənmiş. Mütləq qaydada tövsiyə olunur ki, mağazalardan alınan paketləşmiş qida məhsullarının etiketlərini mütləq oxumaq lazımdır. Etiketlərin üzərində sodium, ya natrium, ya duzun miqdarı 140-dan aşağıdırsa, onlar aşağı duzlu, yəni az duzlu məhsullar, qida məhsulları kimi dəyərləndirilir. Onların istifadəsi, istehlakı mümkündür. Amma əlbəttə ki, yenə də o demək deyil ki, gündə ondan bir neçə dəfə o məhsuldan istifadə etmək lazımdır. Minimuma endirmək lazımdır, amma yenə də onlar az duzlu gedir. Digər tərəfdən 140-dan yuxarıdırsa, bu artıq orta və tərkibində yüksək duz olan qida məhsulları kimi dəyərləndirilir. Onların istehlakı, qəbulu, ürək çatışmazlığı və ümumiyyətlə ürək damar xəstəliyinə əziyyət çəkən insanlara tövsiyə olunmur qətiyyən. Əlbəttə ki, həkimlə məsləhətləşmək çox önəmlidir. Duzun miqdarı azaldıqdan sonra əlbəttə ki, həmin pasiyentlər öz çəkilərinə, ümumi pəhrizlərinə çox diqqət yetirməlidirlər, fiziki aktivliklərinə diqqət yetirməlidirlər. Hər hansı bir simptomlar, əlamətlər olduqda mütləq həkimlərinə müraciət etməlidir. Çünki ürək çatışmazlığı çox yaxından nəzarəti və monitorinqi tələb edən bir xəstəlikdir. Yəni dərmanların qəbulu mütləqdir həkim təyinatı üzrə. O cümlədən insan öz bədən çəkisinə diqqət yetirməlidir. Əgər bədən çəkisi artırsa, qeyri-müəyyən səbəblərdən, əgər əllərdə, qollarda, ayaqlarda şişkinlik artırsa, mütləq şəkildə həkimlə məsləhətləşmək lazımdır. Bu o deməkdir ki, ürək öz yığılma qabiliyyətini daha da itirir və maye orqanizmdə toplanır və o mayenin orqanizmdən çıxarılması vacibdir ki, ürək normal fəaliyyətini təmin edə bilsin. Ürək çatışmazlığı çox mürəkkəb bir xəstəlikdir, amma bütün tövsiyələrə riayət edilərsə, insan keyfiyyətlə, həyat keyfiyyəti insanın təmin olunmuş ola bilər. Burada həkimlə pasiyent, üstəgəl diyetoloq və bəzən də digər mütəxəssislərin birgə komanda olaraq hərəkət etməsi və bir-birinə dəstək olması olduqca önəmlidir.